Əlbəttə olacaq. Hə. Sizin veriliş üçün xüsusi olaraq yepyeni şeir yazmışam. Ha, buyur, buyur. Ha. Cırım sənin ağzını. Neyse, qaytararam da 200 matvı, ne olur? Ay yox, şeirin adı belədir. Ha, buyur, buyur. Ha, yedi şey. Cırım sənin ağzını. Ha. Cır, 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 cır. Edim səni biyabır. Bır, 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 bır. Aha. Vurum sənə bir şillə. Lə, 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 lə. Olarsan indi rüsvay. Vay, 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 vay. Hamı efirə çıxır, bir-birini söyür. Aha. Bütün günü qırışır, dalaşır, döyür. Elza bu adamlardan heç yeri qalmır. Aha. Çünki o televiziyanı şeirinə almır. Bravo, bravo Elza, halal olsun deyirəm. Hamını dolamısan şeiri və.